Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 7-ci çağırış Ali Məclisinin yaz sessiyasının növbəti iclası keçirilib. Şərq Qapısı qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Rəmzi Tahirli Şərq Qapısı qəzetinin baş redaktoru təyin edilib. Araz 1 nasos stansiyasının təzyiqli boru xəttində əsaslı təmir bərpa işləri görülür. Aparılan təmir bərpa işləri suvarma sisteminin dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə məlumat verilib. Bildirilir ki, 1 mart 2026-cı il tarixə Muxtar Respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1365 nəfər və ya 0,3% artaraq 472.534 nəfər olub. Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə yeni sədr müavini təyin edilib. Məlumata görə Bəxtiyar Məmmədoğlu İsmailov Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini vəzifəsinə təyin edilib. Güclü yağan yağışlar nəticəsində Ordubad rayonunun Pəzməli kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində yolun 24-cü kilometrliyində iri daş və qaya parçaları yolun hərəkət hissəsinə tökülərək nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdırıb. Görülən operativ tədbirlər nəticəsində iri qaya parçaları texnika vasitəsilə parçalanaraq ərazidən uzaqlaşdırılıb və yolun bir hissəsində hərəkət bərpa olunub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda elektron qaydada imtahanların təşkili üçün 3 yeni imtahan mərkəzi yaradılıb. 2026-2027-ci tədris ilindən Naxçıvanda uşaqların 1-ci sinifə qəbul prosesində sıxlıq müşahidə olunan bəzi ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ tətbiq ediləcək.